Salam, gəlin qısa bir qeydə baxaq. Deməli, I 4 cür yazılan şəkilçi var, bir də ki, I, V şəkilçisi var. İki söz yazmışam, bənövşəyi və elmi. Baxaq görək ki, bu bənövşəyi, deməli, V şəkilçisinin qısalmışı I idi, yoxsa I 4 cür yazılan şəkilçinin biridir. İndi bunu ayırt etmək üçün bənövşəyi sözünün kökünə baxırıq. Deməli, bənövşəyi sözünün kökü bənövşə, I leksik şəkilçidir. Elm sözündə isə kök elm, I isə leksik şəkilçidir. Hansı məqamda I, V-nin qısalmışıdır və yaxud da I 4 cür yazılan şəkilçidən biridir. Bunun baxmaq əsas qaydası budur ki, əgər əlamət bildirirsə, yəni bənövşəyi əlamət bildirdiyinə görə bu olur I 4 cür yazılan şəkilçi. Əgər keyfiyyət bildirirsə, bu isə olur V-nin qısalmış forması I şəkilçisi.